Hal-hazırda dört gözümüzün safhası hər iki tərəf içəri idi. Bu sol tərəfi də düzəltdim, sağ tərəfi də düzəltdim. Gördüyünüz kimi yan safha düzəldəndə əlavə aparat bağlayıb sütyan falan zədələmirəm. Safhanı sökmürəm, bir saat əlləşib onu çıxartmıram ki, yerdə çıxardım. Resti açıb, neyniyim, nə bilim, açanda boz xarab olsun, nə olsun. Yəni bir sözlə üstündə sökmədən, qızdırmadan düzəldirəm. Maşınımız 4 faradır, hər iki təkərin üstləri sərdir, bunun safhalarını düzəldəcək. Yenə də nəzərinizə çatdırım ki, 4 faranın safhalarını düzəldəndə pres aparatına ehtiyacım yoxdur. Onsuz düzəldirik. Üstündə sökmədən, qızdırmadan, kəsmədən. Kimə lazım olsa mənimlə əlaqə saxlayın. Maşınımız 4 faradır, hər iki safhalar əyri idi. 1.12 sağ təkərin üstü içəri idi, 3 dərəcə qabaq sol təkərin üstü içəri idi. Biz onu safhaları elə razılar sıxında safhanı sökmədən, qızdırmadan, çıxartmadan, əlavə o pres aparatı olmadan üstündə düzəltdik. Bu da ölçülər. Bu da qabaq safhaların ölçüləri gördüyünüz kimi.